9-cu siniflərə dəstək olmaq üçün növbəti ipucunu paylaşım. Çalışın ki, esse qurarkən zaman uzlaşmasına diqqət edin ki, zamanlarda problem olmasın, balınız da az gəlməsin. Nə deməkdir bu? Misal üçün 3 şəkil görürük. Qız yemək hazırlayır piknik üçün. Piknikdə onu yeyirlər. İkinci şəkildə əylənirlər. Üçüncüdə isə voleybol oynayırlar. Gəlin cümlə qurmağa çalışaq. Qıza ad verək, Leyla deyək. Leyla takes some food for picnic. İkinci şəklə uyğun isə yazaq ki, they et yazaq, yəni keçmiş zamanda food and had fun. Çalışaq bu formada yazmayaq. Nə deməkdir bu? Şəkillər arasında məntiqi rabitə olmalıdır ki, balınız daha yaxşı olsun və yüksək gəlsin. Hekayədən, yəni şəkildən göründüyü kimi qız yeməkləri götürür, piknikə gedirlər, yeyirlər və oynayırlar. Yəni zaman uzlaşması bu şəkildə olmalıdır. Amma biz cümləyi yazdıq ki, indiki zamanda Leyla yeməyi götürür indi. Sonra yazdıq ki, onlar yeməyi yedirlər. Yəni zaman uzlaşması qorunmalıdır. Çünki bu şəkildə yazsanız sizin balınız aşağı gələcəkdir. Məsəl üçün necə yazmaq olardı? Leyla took some food yazmaq olardı ki, balınız yaxşı gəlsin. Bu barədə uzun videoda tam izah var. Yəni qısa videoda bu qədər izah verdim. Daha ətraflı üçün uzun videonu mütləq izləyə bilərsiniz. Uğurlar olsun.